İtaliyadan aboy vurublar Fransaya. Swarovski qaşlarla bəzədilib aboy gətirilib mənzillər təmirdə istifadə olunub. Bu mənzil statusdur. Təqdimata başladıq. Birbaşa aşağı yuxarı çıxmadan 4-cü mərtəbədən parka çıxırsan. Mənzilin zal otağıdır. Swarovski qaşlar, aboy bu söhbətdir. Azur Residence 3-cü blok 4-cü mərtəbədə yerləşib mənzil. Bura mənzilin hol hissəsidir. Bura 1-ci yataq otağıdır. Özünə məxsus olaraq mebellərlə bəzədilib. Bu yataq otağının həm balkonu, idman zonası, həm də içəridə hamam otağı var. Bu mənzildə əfəndi yox, mənzil danışır. Bu mətbəx sizin iştahınızı artıracaq. Çünki burada rəng tonları adamda bir xüsusi iştah yaradır. Bu evi görəndən sonra köhnə evini sizlər inciyə bilər. Bura növbəti bir füsunkar yataq otağıdır. Gözəlliyi birbaşa valeh eləyir insanı. Qardıroblu otaq, hamam otağı, xüsusi jacuzzi, vanna, xüsusi moydadır. Qənimətlər parkına və dənizə olan xüsusi bir mənzərə. Yataq otağından balkona çıxış var. Bu blokun özəlliyi ondan ibarətdir ki, bura VIP deyirlər. Çünki burada kofe shoplar, restoranlar, marketlər var digərlərindən fərqli olaraq. Bundan əlavə, hörmətli izləyicilərim, sizə evi təqdim edirəm vizual çöldən, parkdan birbaşa evə girirsən, evdən parka çıxırsan, eyvanı gördünüz. Bu parkdan da birbaşa dənizə çıxırsan. Görün, necə belə bir maraqlı bir konsept təklif edirəm sizə. Digər suallarla bağlı, qiymətlə bağlı qeyd olunmuş nömrəyə əlaqə saxlayın. Biz sizə cavablandıraq. Sağ olun.